Salam, bu dərsimdə sizə linklərə rəng verməni başlayacağım. Yəni HTML-in birbaşa öz yolu ilə linklərə rəng vermək üçün açırıq keçmiş dərsimizi və yazılara və arxa fona necə rəng verdiyimiz kimi açırıq link atributunu və istədiyimiz rəngi daxil edirik. Məsəl üçün linkləri istəyirik ki, tünd yaşlı rəngdə olsun. Onun üçün bütün rəngləri bağlayırıq. Yaddaşa veririk. Linkimizi açırıq. Yeniləyirik. Artıq linklər aktiv olduğu üçün bir kərə göstərmir. Səhifəmizi bağlayırıq. Yenidən açırıq. Artıq keçən dərsdən linklərdən istifadə edib yeni link yaradırıq. Hərf bərabərdir. Bu diyez işarəsi onu bildirir ki, yəni link mövcud olmalıdır. Hər hansı nöqtə sual işarəsini qoymağa ehtiyac yoxdur. Sadəcə diyez işarəsindən istifadə edirik ki, heç bir məlumat yazılmadıqda. Belə halda taytlar yazmasaq da olar. Sadəcə yazırıq. Gələn dəfə hansı bir link yazarkən yenidən onu yazmağa ehtiyac olmasa, bu bölməni adlandırırıq. Linki, action var, motion var, sport adlandırırıq, yaddaşa veririk və səhifəmizi yeniləyirik. Görürük ki, linkimiz artıq yaşıl rəngdədir. Həmçinin linkə klik etdikdə bir rəng seçirik. Məsəl üçün klik edirik, heç bir rəng yoxdur. Həmçinin bu linkə də heç bir rəng alınmır, digər rəng. Bunun üçün A link bərabərdir bir rəng seçirik, aktiv link. Rəngimiz olsun qırmızı. Səhifəmizi yeniləyik. Artıq klik etdikdə görürük ki, səhifəmizin rəngi dəyişir. Bundan əlavə olaraq artıq klik olunmuş linklər, yəni visit link, where link bərabərdir. Rəng seçirik, qara rəng olduğunu qoy. Səhifəmizi yeniləyirik, görürük ki, artıq klik olunmuş linklər qara rəngi oldu. Klik olunanda rəngi qırmızı. Həmçinin bu linkdə klik olunarkən rəngi qırmızı. Artıq buna klik etsək, bu da qaralacaq. Gördüyünüz kimi bu link də qaraldı. Artıq vizit olunub. Buna görə artıq bu linklər qara rəngdə göstərəcək. Bir müddət browserimizi müddətdən sonra açanda artıq yeni səhifə kimi browser onları görəcək və linkləri olduğu kimi saxlayacaq. Yəni ki, verdiyimiz rənglər qalacaq həmin linklərdə. Bundan əlavə də HTML barədə sizlərə deyəcəyim struktur olacaq, ölçülər olacaq. Ölçülər də weight və head ilə yazılır. Hər hansı bir şəkilə və yaxud da bir əraziyə ölçü vermək, yəni divə ölçü vermək və yaxud da B ölçü vermək. Bunun üçün istifadə edəcəyimiz atribut da isə weight və head atributudur. Bu weight və head atributunu indi image daxilində istifadə edərək açıq aydın görəcəyik.
yazılır. Hit yani hündürlüğü, logonun hündürlüğünü biz seçeceğiz 200 piksel ve enini 500 piksel edecek. Seçerik ve yaddaşa verip sayfamızı yenileyirik. Görürük ki logomuz artıq böyüdü. Həmçinin də enə geri yazmasaq logomuz hündürlüyə böyüyəcək. Amma ki real ölçüləri ilə çox halda belə görünür. Amma bəzi brauzerlər ümumiyyətlə logonun enini böyüdürsə hündürlüyünü ümumiyyətlə böyütmür. Yəni nəzik ploska kimi görünür. Bunlara da fikir vermək lazımdır. Yəni şəklinizi böyüdərkən ölçülərindən böyük. Yenə də hesablayın ki, əgər 100 pikseldirsə, yəni 50 piksel hündürlüyüdürsə, böyüdərkən də ya 5'ə vurun, ya 3'ə vurun, belə bir. Məsəl üçün 150 piksel hündürlüyü 200 piksel enidirsə 600 piksel edin ki, heç bir ölçüdə dəyişiklik olmasın. Sizə məsləhət görərdim şəkili ümumiyyətlə böyütməyəsiz, balacalaşdırmağa sizə məsləhət görərdim. Ona görə ki, balacalaşdırarkən şəkili daha keyfiyyətli görünür, daha effektli görünür, nəinki böyük görünməsi. Deyəm ki, bunu etsək 30 piksel. Şəklimiz biraz da balacalaşır. Şəkil çox balaca olduğundan biz brauzerimizdə yaxşı görə bilmirik. Amma ki, nə qədər balaca olsa bir o qədər də keyfiyyəti uzaqdan yaxşı görünür. Bununla bu barədə də dərsimi sona çatdırıram. Növbəti dərsimizdə strukturaları və ölçüləri biraz da danışacağıq və öz web səhifəmizi quracağıq. Sağ olun, növbəti dərsimizdə görüşənədək sizin sağollaşın.